Bəs belə deyək də, yəni buna qalib gəlmək olarmı? Yəni insan siz deyirsiniz ki, məsəl üçün şərq fəlsəfəsi inşa elətdirir də insanı. Buna düzdür hər adam getmir də, yəni. Amma müəyyən bir belə deyim də, nə eləmək lazımdır ki, bu texnikalar var da. Nə misal üçün? Texnikalar var, şərqdə çox fərqli texnikalar var. Məsələn, bunun ən önəmlisi idraki həqiqətə bağlamaqdır. Məsələn, namaz həqiqət lövbərinə özünü iplə bağlamaqdır günün müxtəlif yerlərində. İnsan uçur, insan yerində qalmır. İnsanın düşüncəsi sayrışır, meymunun düşüncəsi kimi, itin düşüncəsi kimi. Yolla gedəndə hər bir detal onun diqqətini sahibindən ayıra bilir. Sahibini unuda da bilər. İnsan da psixikası o vəziyyətdədir. Ona görə biz ona sədaqət öyrədirik. Bağlayırıq həyat günün müxtəlif yerlərində ki, sən ölümə doğru gedən, Allahın nemətini axtaran varlıqsan, unutma ki. Hər namaz ölümü xatırlamaqdır, onu özünə gətirməkdir. Belə şuuru bağlamağı öyrənirlər. Sonra məsələn, indi Ramazan ayıdır da, oruç tutan insanlar səhər söz verirlər özlərinə ki, mən bugün yeməyəcəm, içməyəcəm, günün axırına kimi də o sözlərini tuturlar. Söz tutmaq öyrənir bir ay. Konfutsi deyirdi ki, mən elə bir adam görmədim ki, bir ay ərzində insanca qalsın. Sonra dayanır əlavə edir ki, mən heç bir saat belə insanca yaşayan adam görmədim. Çünki o bir saatın içində sənin şuurun sayrışıb çıxır insanlıqdan. Bir ədalətsizlik eləyir, bir həddi keçmə eləyir. Və burada Allah, məsəl üçün, praktika olaraq, ruhani praktika olaraq bütün dinlərdə var. Müsəlmanlara da deyir ki, oruç tutun, pis sözlər söyləməyin bir-birimizin haqqında, Quran oxuyun, xeyr əməllər eləyin. Və sən səhər deyirsən ki, yeməyəcəm, axşama kimi sözünü tutursan. Sən bir ay ərzində məşq eləyirsən söz tutmağı. Bu səbr eləyirsən də, düzdür? Səbr eləmirsən, sözünü də tutursan. Səbr də var bunun içində. Amma insan o düşdüyü şizofrenik durumdan çıxır da. Bunun bir şəxsiyyətində bir ikiləşmə var, üçləşmə var. Öncə bunu deyir, sonra onu deyir. Bilmək olmur insan necə nadürüst bir vəziyyətdədir. İnsana dürüstlük öyrədirsən, sədaqət öyrədirsən. Məsələn, heç bir qız dürüstlüyünə və sədaqətinə əmin olmayan oğlana hə deməz. Allah da eləcə. O, sizin dürüstlüyünüzü və sədaqətinizi yoxlamayınca, əmin olmayınca sizə həqiqət vermir. Ona görə şərqdə belə bir praktikalar var, insanın inşasını. İndi mən orucu dedim, namazı dedim, meditasiya var burada. Yəni çoxdur, metodlar çoxdur. Və bütün o metodların hamısının məqsədi odur ki, sən müşahidəçilik damarın güclənsin sənin. Nəfsivi, ağlıvı, indi orada meditasiyada ağıldır, burada nəfs qoya bilərik. Qabağa qoymadan dünyanı, həyatı müşahidə. Kim durudursa, kim aydındırsa, kim sadiqdirsə, kim dürüstdürsə, o həqiqəti görür. Həqiqət isə çox sadə sözlərdir. O sözləri, həqiqəti bilməyənlər də bilir. Əslində gözümüzün qabağında gizlədiblər, deyil mi? Yox, gizlənməyib, o onu bilir. O onu bəlkə də dilində də deyir, amma söz ona çatmır. Çatmır. Çünki içəri dağım-dağım vəziyyətdədir. Ona görə içəridəki ayarları düzəltməyincə insanın sözü dönüb həqiqət olmur. Bu bilirsiniz nə tərdir? Elə bir ki, ev verirsən oğluva da, amma səadəti verə bilmirsən. Pətək verirsən, amma balı verə bilmirsən. Sözlər də odur. Söz, o pətəkdir, o balla dolmalıdır ki, o səadət duyğusu yaratsın adamda. Onun üçün adamın daxili inşası gərəkdir. Ona görə adam durub deyəndə ki, mənə deginən həqiqəti, mən deyəcəm həqiqəti, amma o donuzun qarşısında mirvari səpələmin deyirdi İsa Peyğəmbər, o düşəcək yerə. O düşəcək yerə, çünki sən o mirvarini qaldıracaq deyilsən. Sən o mirvarinin qədrini öyrənəsən gərək əvvəlcə. Ona görə də Peyğəmbərlər belə gəlsələr bugün, sözlərini desələr, insanlar belə baxacaqlar, üst çöndərib gedəcəklər. Sözdür onlar üçün o. Söz nə zaman həqiqətə çevrilir? İnsan xeyridar olanda.